Salam qızlar, sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Qızlar, bu günlərim hava çox qəşəngdir. İstəyirəm bir dənə vlog başladım. Əvvəlcədən başlayanda sonra vlogun ardı gəlir. Amma çəkməyəndə adam yorulur, çəkmək istəmir. Ona görə də çox qəşəng gün çıxıb. Bu gün hava qəşəngdir, nastroyeniyam qəşəngdir. Ona görə də qəşəng bir dənə vlog başlatmaq istədim. Salamlayıram hər birinizi. İnşallah ki, yaxşı olun. Bilirsiniz qızlar, çoxdandır vlog paylaşmıram. İnşallah bu birinci vloqum, başlanğıc vloqum olacaq. Allahın köməkliyindən yenə ardı-arxası gələr. Bir də qızlar, Instagramda da, burada da yazıb soruşan qızlar çoxdur ki, Moskva niyə getmisiniz? Qızlar, bilirsiniz də, yəni çoxunuz bilirsiniz ki, böyük qızımı köçürtmüşdüm. Onlar Moskvada yaşayırlar. Mən də nəvələrimi görməyə gəlmişəm, qonaq gəlmişdim. Əslində 1 aylıq gəlmişdim. Sağ olsunlar, saxladılar məni burada. İndi inşallah qayıdıb gedəcəm evə. Evdən vloglar paylaşaram. Salamatçılıq olsun. Buradan da əziyyətimi çəkən hər kəsə təşəkkür eləyirəm. Qonaq çağıranlar sağ olsun. Əziyyətimi çəkən, nazımı çəkən hər kəs sağ olsun, var olsun. Qonaqpərvərlikləri üçün hər birinə təşəkkür eləyirəm. Allah hər birindən razı olsun. Sağ olsunlar, çox yaxşı baxdılar mənə. Belə. Amma Yuska çox darıxır. Əslində qala da bilərdik. 3 ay Yusif çox darıxır. 10 gündür. Hətta hər səhər durur tezindən ki, getmirik. Ona görə də ta axırda getməyə qərar verdik. Belə. İnşallah 2-3 gün buradayıq qızlar. Buradan belə bir vlog başladım. Davamı gələr Allahın köməkliyindən. Baxın, bu nə ağacı idi? Bilmirəm, armud ağacı deyəsən, səhv eləmirəmsə. Armud ağacıdır, qəşəng çiçəklər açıbdı. Arada hələ qar yağdı, çiçək açandan sonra qar yağdı. Amma yenə də görürsünüz, çiçəkləri üstündədir. Bugün maşallah hava çox qəşəngdir. Biraz həyəti çəkim sizlər üçün. Baxın, burada belə qəşəng güllər var, qızlar, amma hələ açmayıb. Demək olar ki, paçdi dünənə qədər elə qar yağıb burada. Az-az da olsa, yəni sulu qar yağışdı. Sonra burada qəşəng belə bir dənə parnik var, qızlar. Göstərim sizə. Maşallah, maşallah, Allah bərəkət versin. İnşallah bol-bol məhsul yetişsin. Əziyyət çəkiblər, əkiblər maraqla. Pomidor, badımcan, biber. Orada da var balaca. Baxın. Belə, xeyirli, bərəkətli olsun inşallah. Biz Azərbaycanlılar harda olsaq, yəni əkib becəririk. Belə. Bir də burada deməli qızlar. Baxın, belə soğan bitifdir. Keçən il qudam gələndə bura qəşəng məhsullar əkibmiş. Keçən ildən qalandı. Baxın, üstünə qar yağıb, qış keçib üstündən. Hələ də görürsünüz, gün çıxan kimi bunlar bitiflər hamısı. Burada da parnik olubdu belə. Qudam əkif becərib keçən ildən. İndi də hələ də bəhrəsini görürük. Sağ olsun belə. Burada da qəşəng ağaçlar əkiflər. Bunlar balacadır hələ. İnşallah bunlar da böyüyəcək. Belə. Qəşəng görünür. Burada da qızlar, rusların o vaxtın su quyusu var. Çox qəşəngdir də, yəni maraqlı bir şeydir. Qəşəng deyəndə ki, yəni maraqlı bir şeydir. Buranı da sizə göstərim.
Bunu deyəsən belə atırlar qızlar. Mənim başım çıxmır. Görüm, inşallah ki çəkə bilərəm. Bir vedrə su götürə bilərəm. Belə. Bunu da belə eləyirik suda. Oldu qəşəng. Su buz kimidir da, yəni su çox qəşəngdir, sərin, buz kimi. Elə bil ki dağ suyudur. Buradan işlədirlər elə. Belə. Suyumuzu da oradan çıxartdıq. Baxın hələ burada nə qədər soğanlar bitir qızlar. Bunları heç görməmişdim bax. Çoxdur. Burada da bir dənə qəşəng belə itimiz var. Gələndə elə qorxurdum təzə-təzə. Hürürdü, qaçırdım. Buradan çıxa bilməz əslində, amma yenə də qorxurdum. İndi amma dostlaşmışıq. Mən bunu yemək gətirmişəm. Dost olmuşuq indi. Ağıllı itdi. Başa düşür adamı. Bunlar nədir görəsən? Bilmirəm nədir bunlar. Könlümdən qəşəng bir samavar qalamaq keçir qızlar. Amma mən bağdan bura gələnə qədər hava elə bir tutuldu. Bura belədir da, 5 dəqiqə belə, 5 dəqiqə elə. Gün batanda adam üşüyür, gün çıxanda da adama xoş olur. Belə, bəlkə gələrəm uşaqlar üçün bir qəşəng samavar qalayaram. Bilirsiniz də, mən samavar eşqimi sevirəm, samavar qalamağı. Belə, gedim üstdən balonka geyinim, gəlim.